Hamıya salam, kanalıma xoş gəlmisiniz. Bugün yenidən sizinlə bir yerdə Temu'dan gələn bağlamanı açırıq. Burada çoxlu mənə lazım olan məhsullar var. Dünəndən səbirsizliklə gözləyirəm bu videonun çəkilişini. Gəlin uzatmayaq və açaq. Bu arada kanalıma abunə olsaz, videonu bəyənsəz, şərhlərdə fikirlərinizi yazsaz, mən çox sevinərəm, çünki bu mənim üçün böyük bir dəstəkdir. En çok gözlediğim sipariş. Bunu Bakıda 200 manata görmüşəm. Bunu 30 manata hardasa sipariş eləmişəm. Linkləri həmişəki kimi qoyacağım. Girib aktual olan qiymətlərə baxa bilərsiniz. Belə bir pencəydi. Nəyə görə gözləyirdim? Çünki bunun indi əsl havasıdır. Birazdan isti olacaq bu pencə üçün. Ona görə istəyirdim ki, gəlsin, giyinə bilim heç olmasa 1-2 dəfə. Məncə çox qəşəngdir və keyfiyyətlidir. Burada New Yorker'da da var idi belə bir pencək. 80 manata idi hardasa. Mango'da 200 manata idi. Başqa bir yerdə də hardasa 200 manata görmüşəm. Ölçünü unutmuşam, hansını sifariş etmişəm. Sizin üçün mütləq yazacağım, çünki maraqlanan çox olur. Mənim boyum 164 cm-dir, çəkim 56 kg. Keçək növbəti sifarişəm. Bu da evdə çox lazım olan bir şeydir. Bu kalaska üçündür, kalaskanın təkərləri üçün. Bunu taxırsan kalaskanın təkərlərinə, sonra kalaskanı evə salırsan. Çünki bizdə kalaska, yəni uşağın kalaskası balkonda yox, evdə olur. Ona görə bizə bu lazımdır ki, evdə yer çirklənməsin. Burada 4 dənə olmalıdır hər təkəri üçün. Bu balaca təkərlər üçündür, bu böyük təkərlər üçün. Belə sintetik kuloka oxşayan materialdandır. Sonra mən orqanayzerlər sifariş etmişəm. Düzdür, bilirəm ki, bunları Bakıdan, Sədərədən də almaq olar və qiymət təxminən eyni olacaq. Amma mənim vaxtım yoxdur Sədərəyə getməyə, ona görə sifariş elədim. Biri belə qəşəng çəhrayı rəngdədir. Bu qızımın paltarları üçündür. Siz yəqin ki, fikir verirsiniz. Mən o birisi otaqda video çəkəndə aynada həmişə görünür ki, arxa planda məndə şkafın üstündə paltarlar var və biraz səliqəsiz görsənir. Qızımın tez-tez istifadə olunan paltarlarını ora qoyuram. Bundan sonra bu orqanayzerin içinə yığacağım. Burada balaca bir ləkə var. Yəqin ki, kraskadandır. Amma bəlkə də bunu nəm salfetka ilə təmizləmək olar. Bu böyükdür ki, mən əslində sifariş eləyəndə ölçüsünə baxmışdım, amma nəsə böyük oldu. Mən düşündüm ki, bunu ya şkaf üçün istifadə edərəm ki, şkafda da səliqəli olsun, ya da o sizə dediyim yer üçün şkafın üstünə, ya şkafın üstünə, ya şkafın içinə qoymaq olar. Bunu həm oyuncaqlar üçün də istifadə etmək olar. Baxın, heç kadra yerləşmir. Bunu ayrıca mütləq çəkmək lazımdır sizə göstərmək üçün. Orqanayzerlər Temu'da çoxdur və hər ölçüdə, hər rəngdə var. Seçə bilərsiniz, əgər sizə lazımdırsa. Mən hər zaman sizin üçün link qoyuram Temu tətbiqini yükləmək üçün. Və belə bir orqanayzer sifariş eləmişəm. Mən o qədər fikrimi dəyişdim ki, bu sifariş edəndə o qədər orqanayzer var idi ki, qəhvəyi rəngdə seçdim, sonra onu sildim səbəbdən, bunu seçdim boz rəngdən. Belədir, baxın. Belə bir orqanayzerdir. Zamoku var. Gəlin açaq baxaq. Zamoku elə bir ki, xarab olub. Mən nəyisə səhv elədim. Hayda. Da deyəsən zamokda problem var. Yox, düzəltdim. Bura məsələn paltarları yığıb şkafın içinə qoymaq olar. Biraz böyükdür. Məncə biri də olmalıydı başqa rəngdə. Bundan 2 dənədir. Yox. Neçə dənədir? Bundan 1, 2, 3 dənədir, dəst idi və çox münasib qiymətə idi. Ona görə bu dəsti seçdim.
Bu da orqanayzerdir. Belə bir səbətdir. Bunu istədiyiniz kimi istifadə edə bilərsiniz məncə. Mən bunu kosmetika üçün sifariş etmişəm, amma məncə tək kosmetika üçün yox. Nə istəyirsiniz qoya bilərsiniz bura. Cürbəcür rənglərdə, cürbəcür naxışlarla var idi. Mən sarı rəngi seçdim. Bura tez-tez istifadə olunan kosmetikanı yığmaq istəyirəm. Çünki balaca kosmetik çantama yerləşmir. Mənim qızımın 2 yaşı var və artıq kosmetika ilə maraqlanır. Mən bunu sifariş etdim. Sonra fikirləşdim ki, bura əksinə lazımsız kosmetikanı yığıb qızıma vermək olar ki, oynasın. Fikirləşərik, amma qəşəngdir, xoşuma gəldi. Növbəti sifarişim. Bu yay pijamasıdır, şortiklə. Çox qəşəngdir məncə. Rəngi də çox qəşəngdir. Pijama çeşidləri də çox idi orada. Yay üçün, qış üçün. Qısa qollu, britelkalı. Materialı çox qəşəngdir, satindir məncə. Yay üçün əladır, kondisionerlə əla olar. Qolları çünki bağlıdır, o qədər də soyuq olmayacaq. Çox bəyəndim. Hələ ki giyinib baxmaq lazımdır, düzdür, amma keyfiyyətini bəyəndim. Bu bakildir. Bunu anam üçün sifariş eləmişəm, çünki anama lazım olur. Və sabun qabını da sifariş elədim. Yeni sabun qabı. Çünki sabun qablarımız artıq köhnəlib, təzəsini almaq lazım idi. Mən də bunu sifariş etdim. Bej rəngdən. Bu buradan çıxır, ora su tökülür, baxın, və sonra bu suyu tökə bilirsən, amma bilmirəm necə açım. Dırnağımı qıracam. Yoldaşımdan xahiş eləyərəm, kömək eləyər mənə, çünki çıxarda bilmirəm bunu buradan. Bəlkə bu heç çıxmamalıdır buradan, sadəcə olaraq belə suyu tökürsən buradan, ola bilər, amma məncə çıxmalıdır. Bu qədər, bu bütün sifarişlərimdir. Ümid edirəm ki, bu video sizin üçün maraqlı və faydalı oldu. Əgər belədirsə, mütləq kanalıma abunə olun, videonu bəyənin. Şərhlərdə yazın başqa hansı videoları görmək istəyərdiniz bu kanalda. Biz sizinlə görüşərik növbəti videolarımda. Hələlik.